Salam, efirdə marşdır. Beləliklə Aynesdə vətənə sədaqət andı içib onun müdafiəsində dayananların efir vaxtı başlayır. Bu dəfəki söhbətimizin ünvanı qoşunların iri miqyaslı hücumları zamanı xüsusi yeri və rolu olan artilleriyaçılardır. Artilleriyadan danışanda istər-istəməz Azərbaycanın iki görkəmli oğlu, tam artilleriya general-mayor Əliağa Şıxlinski və artilleriya general-leytenantı Səməd bəy Mehmandarov yada düşür. Təkcə ona görə yox ki, onlar Azərbaycanlıdırlar. Xüsusilə ona görə ki, onlar artilleriya hərb elminin inkişafında müstəsna xidmətləri olan şəxsiyyətlərdirlər. Müharibənin Allahı adlandırılan artilleriyanın inkişaf tarixi elə artilleriyanın Allahı Əliağa Şıxlinskinin adı ilə bağlıdır. 1904-1905-ci illər Rus-Yapon müharibəsində batareya komandiri kimi ön cəbhədə qəhrəmanlıqla vuruşan Əliağa Şıxlinski Port Artur qalasının müdafiəsi zamanı göstərdiyi şücaətlərə görə qızıl qılıncla mükafatlandırılıb. Onun Şıxlinski üçbucağı, Şıxlinski formulu adlı hərbi yenilikləri artilleriya elminin inkişafına təkan verib. Səhra toplarının cəbhədə işlədilməsi qaydalarını eyni adlı əsərində tam açıqlayan tam artilleriya generalı Əliağa Şıxlinski və artilleriya general-leytenantı Səməd bəy Mehmandarov Çar Rusiyasının ordusunda aparıcı mütəxəssislər kimi tanınıblar. 1918-ci ildə Səməd bəy Mehmandarov istiqlaliyyətə qovuşan Azərbaycanın hərbi naziri, Əliağa Şıxlinski isə onun müavini olmaqla bu iki artilleriya generalı Azərbaycan Xalq Cumhuriyyətinin hərbi nazirliyini təşkil edərək Azərbaycan ordusunun yaradılması yolunda böyük zəhmət sərf ediblər. İllərlə sonra yenidən müstəqilliyi əldə edən ölkəmizin cəlb olunduğu müharibədə torpaqlarımızın müdafiəsində dayanan döyüşçülərimizin sırasında artilleriyaçılar da tam peşəkarlıqla olmasa da cəsarətlə döyüşüblər. Qarabağ savaşında bəzi hallarda artilleriya qurğuları təyinatı üzrə istifadə olunmur, kiçik hədəflərin vurulmasında artıq mərmi sursat sərf olunurdu. Bütün bunlara baxmayaraq, 1-ci Qarabağ savaşının salnaməsində hamının topçu İskəndər kimi tanıdığı, düşmənə qan udduran Azərbaycanın milli qəhrəmanı İskəndər Aznavurov kimi onlarla qəhrəman artilleriyaçılarımızın adı var. Ateşkəs dövründə elə ötən səhvlərdən öyrənən ordumuzun artilleriyaçıları son illər yüksək zərbə gücünə, döyüş hazırlığına sahib olublar. İndi onlar bir vaxtlar olduğu kimi kör-körənə şəkildə deyil, tam elmi əsaslara söykənən hazırlıqla, dəqiq, sərrast atəşlərlə istənilən hədəfi məhv etməyə qadirdirlər. Böyük döyüş gücünə malik top, raket və qurğularla silahlanan artilleriya qoşunlarının bu hazırlığını nümayiş etdirdiyi son hərbi tədbir, silahlı qüvvələrin bütün qoşun və bölmələrinin iştirakı ilə keçirilən iri miqyaslı təlim olub. Böyük döyüş gücünə malik top, raket və qurğularla silahlanan artilleriya qoşunlarının bu hazırlığını nümayiş etdirdiyi son hərbi tədbir, silahlı qüvvələrin bütün qoşun və bölmələrinin iştirakı ilə keçirilən iri miqyaslı təlim oldu. Müasir ümumqoşun döyüşündə artilleriya bölmələri düşmənin zirehli texnikasını, öz yerin artilleriya qurğularını, örtüdə yerləşən hədəflərini, eləcə də radioelektron vasitələrini və həmçinin digər tapşırıqları yerinə yetirir. Hücum əməliyyatları zamanı artilleriya bölmələri hücum tapşırığına əsasən 3 mərhələdə atəş tapşırığını yerinə yetirir. Həmlənin artilleriya hazırlığı, həmlənin artilleriya himməsi, qoşunların dərəcədə hücumun artilleriya müşayiəti. Qulaq batırıcı yaylım atəşləri, tüstü dumanla müşayiət olunan mərmi partlayışları.
Bu gürültülü yaylım ateşlərinə qədər artilleriyaçıların gürültülü alqışlarla qarşılanması, uğur qazanması üçün ilk növbədə atəş mövqeyində atəş açılana qədər görülən hazırlıq işləri lazımdır. Bu hazırlıq işləri əraziyə uyğun olaraq görünməz olmaqdan, maskalanmaqdan başlayır. Çünki müharibənin Allaha adlandırılan artilleriyanın bir dəyişməz prinsipi var. Düşməni məhv etmək və bu zaman görünməz qalmaq. Düşünmə, hesablama və qərar qəbul etmə qabiliyyəti artilleriyanın ilkin tələbləridir. Amma artilleriyaçının ağlından, riyazi savadından asılı olan top atəşlərinin dəqiqliyi üçün digər tələblər də var. Atəşlərin dəqiqliyi həm də hava şəraiti ilə müəyyənləşir. Atəş zamanı küləyin sürəti də, temperaturlar, havanın rütubəti də nəzərə alınmalıdır. Artilleriyanın dəqiqliyi millimetrin mində biri, tük qədər dəqiq olmalıdır. Nişan alarkən nişangahda insan saçının qalınlığı qədər yanlış hesablama mərmini hədəfdən 1 metr yayındırır. Ümumiyyətlə artilleriyaçılara ən lazım olan keyfiyyətlərdən biri artilleriyanın atış sərrastlığıdır. Atışın sərrastlığına bir sıra elementlər daxildir. Məsələn, mərmilərin düzgün çeşidlənməsi, istifadə qaydası, atış vaxtı. Burada bəzi nüanslar nəzərə alınmalıdır. Ümumiyyətlə, mərminin kütlə işarələri, mərminin tipinə görə, barıt atılığına görə bir sıra nüanslar var ki, onlar yerinə yetirilməlidir. Ümumiyyətlə, atışın sərrastlığını yerinə yetirmək üçün artilleriya bölmələri DMK-1-dən istifadə edir. Bu DMK-1 vasitəsilə meteoballistikaya aid olan bir sıra ölçmələr aparılır və atışın sərrastlığı bununla əldə olunur. Küləyin istiqaməti, havanın nəmişliyi, atımların temperaturu və s. bu istiqamətdə müəyyən işlər aparılır. Şanslılar artilleriya ixtisasına aiddir. Ümumiyyətlə, mərmilərin çeşidlənməsi əməliyyatı bilavasitə bateriyanın baş zabiti tərəfindən atəş mövqeyində yerinə yetirilir və atışın sərrastlığı bununla əlaqəlidir. Artilleriyada dəqiqlik təmin edən amillər bununla bitmir. Səhvsiz, dəqiq nişan almaq üçün ilk növbədə həm topların, həm də hədəflərin koordinatları müəyyən edilməlidir. Belə ki, artilleriyaçılar topoqrafiyanı da yaxşı bilməlidirlər. Bir də mərmilər çəkisinə görə bir-birindən 1 qram belə fərqlənməməlidir. Onların saxlanma şəraitindən də çox şey asılıdır. Əks halda barıtın spirti və efiri buxarlanmaqla mərmi yararsız hala düşə bilər və topun atış uzaqlığına təsir edər. Atəşi idarə etmək üçün artilleriyaçılara analitik həndəsə, cəbr və riyaziyyatdan da biliklər gərəkdir. Bacarılı artilleriyaçı elə həm də savadlı, bilikli riyaziyyatçıdır. Çünki intensiv atəşlər zamanı artilleriyanın idarəetmə məntəqəsinin heyəti ağlından isə riyazi üsuldan istifadə edərək riyazi hesablamalar aparır ki, düşmən hədəfi dəqiqliklə məhv edilsin. Artilleriyaçılara intellektual hazırlıqla yanaşı yüksək fiziki hazırlıq da lazımdır. Çünki ağır mərmilərlə silahlanan artilleriya bölmələrində top heyətlərindəki əsgərlər topları döyüşə hazır vəziyyətə gətirməklə yanaşı çapından asılı olaraq 16-45 kiloqram ağırlığında olan mərmiləri də vaxt itirmədən, dayanmadan topların yanına daşımalıdırlar. Mərmilərin atəş mövqeyinə daşınması, çeşidlənməsi, yüklənilməsi, boşalması müəyyən normativlər əsasında yerinə yetirilir. Ona görə də əsgərlərimizə bu istiqamətdə fiziki hazırlıq çox önəmlidir. Yəni mərmilər müəyyən çəkiyə malikdirlər. Onların müəyyən istiqamətdən topun yanından dartıcılara boşaldılması, yüklənməsi və s. elementlər yeritməsi əsgərlərə fiziki qüvvə, fiziki hazırlıq önəmlidir. Bizim hansı ki atışı idarə etmə məntəqəsində bateriyanın baş zabitinin səngərində və bateriya komandiri döyüş əməliyyatları aparılan komanda müşahidə məntəqəsində müəyyən ölçmələr aparılır. Hədəfə qədər məsafələr direksiya bucağı ölçülür. Bateriyanın baş zabitinə ötürülür və bateriyanın baş zabiti öz növbəsində atışı idarə etmə cihazı ilə müəyyən əməliyyatları yerinə yetirərək top komandirinə komandalar verilir. Və atışın sərrastlığı bu üç bucaqda, yəni atəş mövqeyi, komanda müşahidə məntəqəsi, hədəf arasında olan ölçmələrdən çox asılıdır. Artilleriya kollektiv sənətdir. Artilleriya bölmələri mürəkkəb mexanizmdir. Döyüş tapşırıqlarının yerinə yetirilməsində top heyətlərindəki hər bir əsgərin öz yeri, öz vəzifələri var. Onların hər birinin bu mürəkkəb mexanizmin tərkib hissəsi olmaqla hədəfin məhv edilməsində ayrıca rolu və yeri olur. Vurulan hədəflər kollektiv, ümumi işin nəticəsi olmaqla ayrı-ayrılıqda topu hərəkətə gətirən hər bir əsgərin qələbəsidir. Yoldaş zabitlər, çavuşlar, əsgərlər,
Bugünkü dərsimizin mövzusu atəş açılana qədər atəş mövqeyində görülən işlərdir. Toplar atəş mövqeyində tutulduqdan sonra atəş tağımları tərəfindən toplar döyüş vəziyyətinə gətirilir və aşağıdakı işlər görülür ardıcıl olaraq. Batareyanın baş zabitinin maşını müəyyən edilmiş yerdə işçi vəziyyətinə hazırlanır. Batareyanın koordinatları təyin edilərək divizionun atəşi idarəetmə məntəqəsinə və batareya komandirinə ötürülür və eyni zamanda ardıcıl olaraq batareyada atəş mövqeyində aşağıdakı işlər görülür. Toplara əsas atəş istiqaməti verilir, paralel yelpi qurulur, ən kiçik nişangahlar çıxarılaraq ötürülür. Batareyada atımların temperaturu həmçinin ölçülür və batareya komandirinə batareyanın baş zabiti tərəfindən divizionun atəşi idarəetmə məntəqəsinə və batareya komandirinə ötürülür. Digər işlər ardıcıl olaraq yerinə yetirilir. Batareya dikkat! Dikkat! Batareya dövüşe! 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 Batareya dur! Evet dur! Evet dikkat! Birinci! 54-70! 54-70! Üçüncüye! Üçüncü! 59-70! 59-70! Hedef 101! Tağımın dayak məntəqəsi! Qəlpəli fuqas, partladıcı qəlpəli! Atım azaldılmış! Minde birler şkalası. Taraz 30-02. Dönme sola 1-17. Tuşla hazırlık barada məruzə et. Yusuf hazır. Hazır. Şu top hazır. Esas top bir mermi doldur. Evet. Bir mermi doldu. Top atışa hazırdı. Ateş. Ateş. Cabbar Səmədoğlu Cabbarov 1969-cu il avqustun 26-sında Cəbrayıl rayonunun Nüzyar kəndində anadan olub. 1993-cü il dekabrın 26-sında Füzuli rayonunun Böyük Bəhmənli kəndi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olub. Cabbar Səmədoğlu Cabbarov Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2006-cı il iyun ayının 30-da ölümündən sonra Vətən uğrunda medalı ilə təltif olunub. Yad etməyin, yad edin. Hərbi xidmət haqqında Azərbaycan Respublikasının qanunu. Maddə 20 ehtiyata keçirilmə, hərbi və ya alternativ xidmətdən buraxılmış, habelə həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş hərbi qulluqçular xəstəliyə görə hərbi uçotdan çıxarılanlardan başqa ehtiyata keçirilirlər. Ehtiyata keçirilmiş şəxslər vaxt aşırı tibbi müayinədən keçirilməlidirlər və bu zaman səhhətinə görə həqiqi hərbi və ya alternativ xidmət etmədən ehtiyata keçirilmiş hərbi vəzifələr 35 yaşına çatanadək həqiqi hərbi xidmətə yararlı hesab edildikdə çağırışçılar uçotuna qaytarılmalı. Azərbaycan Respublikasının müvafiq qanunları ilə nəzərdə tutulmuş hallar istisna olmaqla və ümumi əsaslarla müddəti hərbi xidmətə çağırılmalıdırlar. Maddə 21. Ehtiyatda olmağın son yaş hədləri və dərəcələri. Ehtiyatda olan hərbi vəzifəlilər yaş əlamətinə görə dərəcələrə bölünür və aşağıdakı son yaş hədlərinədək ehtiyatda olurlar. Hərbi vəzifəlilərin heyəti
Əskərlər, matroslar, çavuşlar, gizirlər və miçmanlar. Birinci dərəcə 35 yaş, ikinci dərəcə 45 yaş, üçüncü dərəcə 50 yaş. Kiçik zabitlər, birinci dərəcə 50 yaş, üçüncü dərəcə 55 yaş. Baş zabitlər, mayor və polkovnik leytinantlar, birinci dərəcə 50 yaş, üçüncü dərəcə 55 yaş. Polkovniklər, birinci dərəcə 55 yaş, üçüncü dərəcə 60 yaş. Ali zabitlər, birinci dərəcə 60 yaş, üçüncü dərəcə 65 yaş. Hərbi vəzifəli qadınlar yaşından və hərbi rütbələrindən asılı olmayaraq 3-cü dərəcəli ehtiyata keçirilirlər. Ehtiyatda olmağın son yaş həddi qadın zabitlər üçün 50, qalan hərbi vəzifəli qadınlar üçün 45 yaşdır. Rusiyanın koalisiya özü yeriyen artilleriya qurğusu. Bu tip artilleriya qurğusunun hazırlanması ideyası ilk dəfə 20-ci əsrin 70-ci illərində T-72 tankının şassisi üzərində həyata keçirilməyə başlansa da uğursuz olub. 2006-cı ilin sonlarında hazırlanan Sulucu Rasiya proqramında nümayiş etdirilən Mısta S tipli özüyeriyen artilleriya qurğusu bu sahədə atılan ilk uğurlu adım olsa da təhlükəsizlik və ateşin intensivliyi baxımından təkmil variant hesab oluna bilməzdi. 152 mm-lik bu qurğunun ön hissəsində sürücü mexanik, silah sursatın yerləşdiyi qülləsində isə qalan heyət nəfərləri yerləşdirilmişdi ki, bu da təhlükəli idi. Bu tip silahların daha təkmilləşdirilmişi olan qoşa lüləli koalisiya SV özüyeriyen artilleriya qurğusunda əsas silah sursat hissəsi qüllədə yerləşir. Mühərrik döyüş maşınının arxa hissəsində, idarə etmə sistemi isə ön tərəfindədir. İdarə etmə modulu güclü müdafiəyə malik olmaqla heyət nəfərlərinin ayrı-ayrılıqda atəşi idarə etməsi üçün cihaz kompleksləri ilə təchiz olunub. Üst-üstə yerləşdirilən lülələr bir-birindən asılı olmadan lazımi atımlı mərmini seçib atəş açmaq imkanına malikdir. 70 mərmi ilə silahlanan qoşa lüləli artilleriya qurğusundan bir-birinin ardınca növbəli olaraq 1 dəqiqədə 16 atəş açmaq mümkündür. Artilleriya qurğusunun çəkisi 55 ton, çapı 155 mm, atəş məsafəsi 40 km, heyəti 2 nəfərdir. Artilleriya qurğusunun qoşa lüləli olması atəş sürətini artırmaqla lülələrin qızaraq sıradan çıxmasının qarşısını alır, effektiv atəş həmləsi aparmağa imkan verir. Lülələrdən biri sıradan çıxdıqda isə digəri atəşi davam etdirir. Koalisiya SV artilleriya qurğusu qəlpəli fuqas, aktiv-reaktiv, idarə olunan və tüstülü mərmilərlə silahlanıb. İlham Cəbrayıloğlu Kazımov 1969-cu ildə Sədərək rayonunda anadan olub. 1992-ci il may ayının 18-də Ucubiz dağı ərazisində gedən döyüşdə qəhrəmancasına şəhid olub. İlham Cəbrayıloğlu Kazımov ölümündən sonra Vətən uğrunda medalı ilə təltif olunub. Yad etməyin, yad edin. Ölkəmizin müdafiə qüdrətinin yüksəlişi, dostlara güvənc yeri, düşmənlərə göz dağıdır. Və biz dostların sırasında qardaş Türkiyə Respublikası ilə əlaqələrə, əməkdaşlığa xüsusi önəm veririk. Başqa cür ola da bilməz. Bir millət, iki dövlət arasında münasibətlər getdikcə inkişaf edir, daha da möhkəmlənir. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndinə müvafiq olaraq 2010-cu il avqustun 16-sında Bakı şəhərində imzalanmış, yaxın günlərdə Azərbaycan Respublikasının Milli Məclisində təsdiq olunan Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilədə tərəflərin qonşu və qardaş dövlətləri olaraq bir-birinin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının təmin olunmasında və qorunmasında bir-biri ilə sıx əməkdaşlıq edəcəklər. Tərəflərdən biri, üçüncü dövlət və ya qrup tərəfindən silahlı basqın və ya hərbi təcavüzə məruz qaldıqda, tərəflər BMT nizamnaməsinin 51-ci maddəsi ilə tanınan fərdi və ya kollektiv özünü müdafiə hüququnun həyata keçirilməsi üçün hərbi imkan və qüdrətlərindən istifadə etməklə bir-birinə qarşılıqlı yardım göstərə biləcəklər.
Bu həftə Milli Məclisdə Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında yüksək səviyyəli əməkdaşlıq şurasının yaradılması haqqında birgə bəyannamənin təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılaraq qəbul edildi. Qanun layihəsi barədə məlumat verən Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin sədri Səməd Seyidov bildirib ki, bəyannamədə hərbi və təhlükəsizlik məsələləri ilə əlaqədar təşkilatlar arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyətin gücləndirilməsi ifadə olunub. Şuraya hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığa dair məlumatlar və təkliflər müvafiq nazirliklər tərəfindən təqdim olunacaq. Soyqırıma məruz qaldıqları, əzilib tapdalandıqları haqda bütün dünyada ictimai rəy yaratmağa çalışan ermənilər adi atəşkəs rejiminə belə əməl etmirlər. Son günlərdə erməni tərəfin iri çaplı silahlardan, artilleriya qurğularından yaşayış məntəqələrimizi atəşə tutması onların ikiyüzlülüyünü, riyakarlığını bir daha sübut edir. Atəşkəs rejimini qorumaq barədə əldə edilmiş son razılaşmaya baxmayaraq Ermənistan silahlı qüvvələri öz təxribatlarını davam etdirməkdədir. Ötən həftə düşmən tərəfindən atılan artilleriya mərmisi cəbhədə vəziyyəti yenidən gərginləşdirib. Tərtər rayonunun işğal altında olan Talış yaşayış məntəqəsinin 2,5 km qərb istiqamətindəki mövqelərindən düşmənin BM-21 qrad qurğusundan atdığı 120 mm-lik reaktiv qəlpəli fuqas mərmisi Azərbaycan silahlı qüvvələrinin nəzarətində olan Bursunlu yaşayış məntəqəsinin yaxınlığına düşüb. Bu silahın atəş məsafəsinə görə mərminin 15-16 km uzaqlıqdan buraxıldığı ehtimal edilir. Gecə şəraiti olduğundan onun uçuş izi alovla müşahidə olunub. Mərminin partlayış səsi və zərbə dalğası ətraf yaşayış məntəqələrində hiss edilsə də zərər çəkən olmayıb. Azərbaycanın Müdafiə Nazirliyi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kasperşikə müraciət edib. Nazirliyin mətbuat xidmətindən daxil olan məlumata görə müraciətdə Azərbaycanın Tərtər rayonunun Borsunlu yaşayış məntəqəsinə doğru Ermənistan silahlı qüvvələri tərəfindən qrad qurğusundan reaktiv qəlpəli fuqas mərmisinin atılması faktının araşdırılması üçün səy göstərilməsi xahiş olunur. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi mərmi düşən əraziyə baxış keçirmək və yerli əhalinin fikirlərini öyrənmək üçün Gürcüstanın Tiflis şəhərində yerləşən səhra köməkçilərindən birini oraya ezam edib. Səhra köməkçisi Antal Herdiç hadisənin bütün təfərrüatları ilə tanış olub və mərminin həqiqətən erməni mövqelərindən atıldığı təksib olunmaz faktlarla onun nəzərinə çatdırılıb. İşğal etdikləri ərazilərimizdə belə dinc oturmayan ermənilər yanğınlar törətməklə flora və faunamızı məhv edir, tarixi, mədəni abidələrimizi dağıdırlar. Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərindəki tarixi və mədəni abidələr erməniləşdirilir. Bu barədə məlumat verən Azərbaycanın işğal olunmuş ərazilərindəki tarixi və mədəni abidələrin müdafiə təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılovun sözlərinə görə ermənilər işğal olunmuş ərazilərdəki tarixi abidələri sökərək yerində erməni kilsəsi tikirlər. Artıq Laçının Zabar kəndində 3, Şuşada 1, Xan kəndində 2, Xocavənddə 1 kilsə tikilib. Ermənilərin belə bir addım atmasında məqsəd həmin ərazilərin güya tarixən onlara məxsus olduğunu sübut etməkdə. Faiq İsmayılovun sözlərinə görə artıq bununla bağlı Avropa məhkəməsinə müraciət etmək üçün lazımi faktlar əldə edilib. Dekabrın 23-də Azərbaycan Dövlət Sərhəd Xidmətində 2010-cu ildə xidməti döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsi keçirilib. Müşavirədə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi general-leytenant Elçin Quliyev bildirib ki, 2010-cu il dövlət sərhədinin mühafizəsi, sərhəd mühafizəsi sisteminin təkmilləşdirilməsi istiqamətində geniş miqyaslı tikinti quruculuq işləri, dövlət sərhədinin əməliyyat yolu ilə mühafizəsinin gücləndirilməsi, hərbi hissə və bölmələrin döyüşə hazırlığının daha yüksək müstəvidə təmin edilməsi, beynəlxalq sərhəd əməkdaşlığının dərinləşdirilməsi ilə əlamətdar olub. Dövlət Sərhəd Xidmətinin rəisi onu da bildirib ki, görülən tədbirlər nəticəsində 2010-cu ildə dövlət sərhəddi və sərhəd rejimi pozuntularında iştiraki olan 11.033 nəfər saxlanılıb ki, bunların 369 nəfəri sərhəd pozucusu olub. Bakı şəhəri Xətai rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin Akademiyası kompleksinin Cəlilabad rayonunun Göytəpə qəsəbəsində sərhəd dəstəsi qarnizonunun hərbi hissələrdə 158 binadan ibarət xidməti və yaşayış obyektlərinin əsaslı tikintisi başa çatdırılıb. Hesabat müşavirəsinin sonunda xidməti döyüş fəaliyyətində nailiyyətlər əldə etmiş hərbi qulluqçular da təltif edilib. Azərbaycan Müdafiə Sənayesi Nazirliyi silahlı qüvvələrin bir sıra texniki modelləşmə layihələrini tam olaraq üzərinə götürməyi planlaşdırır.
Bununla bağlı Nazirliyin müəssisələri tərəfindən bir sıra layihələr həyata keçiriləcək. Hazırda bu istiqamətdə yerli mütəxəssislərin iştirakı ilə tədqiqatlar aparılır. Yaxın vaxtlarda reallaşdırılacaq ən böyük layihələrdən biri silahlı qüvvələrin inventarından çıxarılmış T-55 tanklarının şəssisi üzərində yeni döyüş texnikalarının yaradılmasıdır. Məlumatda o da bildirilib ki, hazırda Müdafiə Sənayesi Nazirliyinin Bakı Cihaz Qayırma Zavodu Türkiyə şirkətlərinin iştirakı ilə ZTR markalı döyüş maşınlarının modernləşdirilməsini həyata keçirir. Bundan əlavə Azərbaycan mütəxəssisləri tərəfindən PDM-lər üçün yeni döyüş güllələri və atış sistemləri də hazırlanıb. Ölkəmizlə sıx hərbi əməkdaşlıq edən qardaş Türkiyə Respublikası Silahlı Qüvvələrinin inkişafı bizi daha çox sevindirir. Türkiyə Hərbi Hava Qüvvələrində aviakosmik strukturun yaradılması planlaşdırılır. Türkiyə Silahlı Qüvvələri 2020-ci ildə hərbi kosmik struktur yaradacaq. Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Həsən Aksayın dediyinə görə Mehmetçik 2020-ci ildə müstəqil və çox güclü kosmik qüvvələrə malik olacaq. Türkiyənin kosmik kəşfiyyat nəzarəti baxımından duyduğu ehtiyac yaxın illərdə Göytürk süni peyki vasitəsilə aradan qalxacaq. 2050-ci ildə isə bölgənin ən güclü hərbi hava qüvvələrinə malik olacağını deyən Həsən Aksay bildirib ki, Türkiyə Hərbi Hava Qüvvələrinin Aviakosmik Qüvvələr Birliyində pilotsuz aviasistemlər, uzaq məsafədən idarə olunan hava hücumundan müdafiə sistemləri, habelə kosmosdakı kəşfiyyat və izləmə peykləri yer alacaq. Mirəyyub Miryusifoğlu Seyidov 1966-cı ildə Culfa rayonunun Camaldin kəndində anadan olub. 1992-ci il fevral ayının 23-də Sədərək uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olub. Yad etməyin, yad edin. Müstəqillik yolunda inamla addımlayan Azərbaycanın yaxın tarixinə nəzər saldıqda ağır acılarla yanaşı qürur, iftixar keçirdiyimiz anları da xatırlayırıq. Və biz tariximizi unutmuruq. Dostu, düşməni tanıyaq deyə tez-tez tariximizi təkrarlayır, ötən səhvlərdən öyrənirik. Kəlbəcər rayonunun işğalı Rusiya hərbi hissələrinin bilavasitə iştirakı ilə baş verib. 1992-ci ildə Ermənistanın hərbi hissələrində və silahlı erməni dəstələrində ayrı-ayrı mütəxəssislər, əsasən muzlu döyüşçülərdən ibarət azsaylı qruplar var idisə, artıq 1993-cü ildə böyük yaşayış məntəqələrini ələ keçirmək üçün müstəqil əməliyyat aparmağa qadir daha böyük Rusiya hərbi hissələri ermənilər tərəfdən döyüşürdü. Ermənistandakı Rusiya ordusunun 127-ci Gümrü Diviziyasının 128-ci Motoatıcı Polku Kəlbəcərin işğalında həlledici rol oynamışdı. Rusiyanın 7-ci ordusunun qırıcı təyyarələri və vertolyotlarının havadan dəstəyi ilə döyüşən xüsusi təyinatlı dağ hissələri silahsız dinc əhalinin Kəlbəcərdən çıxmasına belə aman vermirdilər. Sən yaxınlıqdakı uraganlardan soruş. Onlar sənə deyər, nə qədər dul və nə qədər aksil var. Təcili onların hamısını məhv etmək lazımdır. Bugün hər birimizin ürəyində Azərbaycanın sinəsinə dağ çəkən Kəlbəcər dağlarının həsrəti var. Amma döyüşü uduzmaq hələ müharibəni uduzmaq demək deyil. İstər sülh, istərsə də savaş yolu ilə o torpaqlar azad olunmalıdır. Biz o yerlərə dönməliyik. Hər bir əskər, hər bir adi vətəndaş o yerlərə ya şəhid, ya qazi kimi dönməyə hazır olmalıdır. Axı o torpaqlar bizə babalardan əmanətdir. Əmanətə isə xəyanət olmaz. Ordunun iri miqyaslı hücumları artilleriya hazırlığı ilə başlayır. Artilleriyaçılarımızın sərrast, uğurlu atəşlərini, ordumuzun, müdafiəçilərimizin qələbə sorağını eşitmək arzusuyla salamat qalın. Canım atam və anam, məndən sarı darıxmayın. İnşallah cənnətdə görüşəcəyik.
Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə ürəyim dözmür. Allaha xatir bunu eləməliyəm. Ən azından ürəyim sərinliyi tapar. İnşallah şəhid olana kimi bu şərəfsizlərin üstünə gedəcəm. Şəhid olsam ağlamayın. Əksinə sevinin ki, o mərtəbəyə yüksəldim. Allah ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu eləməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz mübariz. Vətən can evim, igidlər diyarı, vətənim elim. Qarabağım, ana vətən can evim, igidlər diyarı, vətənim elim. Azərbaycan Qarabağdı and yerim, igidlər düzülsün, cəngi çalınsın, yumruq tək birləşək mübariz olar. Azərbaycan Qarabağdı and yerim, igidlər düzülsün, cəngi çalınsın, yumruq tək birləşək mübariz olar. İgidlər düzülsün, cəngi çalınsın, yumruq tək birləşək mübariz olar. İgidlər düzülsün, cəngi çalınsın, yumruq tək birləşək mübariz olar. İgidlərin candan keçər yolunda, xarbi ağlar boynunda. İgidlərin candan keçər yolunda, qarı bülbül ağlar qalıb boynunda. Gələnim yox, xəzən tutub yolunda, igidlər düzülsün, cəngi çalınsın. Gələnim yox, xəzən tutub yolunda, igidlər düzülsün, cəngi çalınsın. İgidlər düzülsün, cəngi çalınsın, yumruq tək birləşək mübariz olar. İgidlər düzülsün, cəngi çalınsın, yumruq tək birləşək mübariz olar. Vətən uğrunda biz hamımız şəhid olmağa hazırıq. Təki vətən sağ olsun.